Əkinçidən başlayan yol Həsən bəy Zərdabinin böyük irsi. 19-cu əsrin ikinci yarısı Azərbaycanda milli oyanış, maariflənmə və mədəni inkişaf dövrü idi. Məhz belə bir zamanda xalqın tərəqqisinin elm və təhsildən keçdiyini anlayan əslən görkəmli ziyalı Həsən bəy Zərdabi fəaliyyətə başladı. Azərbaycan jurnalistikasının banisi kimi tanınan Zərdabi, milli mətbuatın, maarifçiliyin və azad fikrin inkişafında mühüm rol oynadı. Onun irsi bugün də elmə, maarifə və milli dəyərlərə bağlılığın nümunəsi kimi aktuallığını qoruyur. Həsən bəy Məlikzadə 1837 ildə Bakı quberniyasının Zərdab kəndində anadan olub. İlk təhsilini kənddə alsa da, daha sonra Şamaxıdakı Rus Müsəlman məktəbində, ardından Tiflis gimnaziyasında oxuyub. Burada dünya ədəbiyyatı, elm və müasir düşüncə ilə yaxından tanış olub. Təhsilini davam etdirən Zərdabi Moskva Universitetinin Fizika Riyaziyyat fakültəsinə daxil olub. Tələbəlik illərində təbiət elmlərinə, maarifçiliyə və cəmiyyətin inkişafı məsələlərinə böyük maraq göstərib. Bu dövr onun dünya görüşünün və gələcək fəaliyyət istiqamətinin formalaşmasında mühüm rol oynayıb. Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının banisi hesab olunur. O, 1875-ci ildə Azərbaycan dilində ilk qəzet olan Əkinçini təsis etdi. Qəzetdə təhsil, elm, kənd təsərrüfatı və sosial məsələlər işıqlandırılır, xalqın maariflənməsinə xidmət edilirdi. Əkinçi ayda 2 dəfə 300-400 tirajla çap olundu. Həmin müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü gördü. Həsən bəy Zərdabi qəzetin nəşri üçün lazım olan ərəb qrafikalı çap şriftlərini İstanbuldan gətirtmişdi. Əkinçi yalnız siyasi mövzulara deyil, kənd təsərrüfatı, elm, təhsil, səhiyyə və gündəlik həyat məsələlərinə də geniş yer verirdi. Qəzetin əsas məqsədi xəbərlər verməkdən daha çox xalqı maarifləndirmək və cəhalətə qarşı mübarizə aparmaq idi. Çar hakimiyyəti qəzetin təsirindən ehtiyat etdiyi üçün onun fəaliyyətinə 1877-ci il sentyabrın 29-da son qoydu. Xüsusilə həmin ildə Rusiya-Türkiyə müharibəsi dövründə qəzetə təzyiqlər artmışdı. Bəzi mənbələrdə Əkinçinin bağlanmasının əsas səbəblərindən biri kimi Bakı qubernatoru Dmitri Starosiyaskyinin vəzifədən getməsi də göstərilir. Əkinçi qəzetinin fəaliyyətinə hakimiyyət tərəfindən son qoyulduqdan sonra Həsən bəy Bakıya qayıtdı və burada maarifçi, xeyriyyəçi, alim və pedaqoq kimi fəaliyyətini davam etdirdi. Ömrünün sonunadək xalqın maariflənməsi və milli şuurun formalaşması uğrunda fəaliyyət göstərən Zərdabinin ideyaları sonrakı nəsil ziyalılara, müəllimlərə və jurnalistlərə güclü təsir göstərdi. Onun irsi bugün də Azərbaycan maarifçiliyinin və milli mətbuatının əsas dayaqlarından biri hesab olunur. 1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan Ziya, Kəşkül, Kaspi, Novoye Obozreniye və digər qəzetlərdə Azərbaycan və Rus dillərində çoxlu elmi kütləvi məqalələri nəşr olunur. Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də vəfat edir və Köhnə Bibi Heybət məscidinin yaxınlığında dəfn olunur. Məzarı 1957-ci ildə Fəxri Xiyabana köçürülür.